Lakin 1946 yıl sentyabr ayının 12'si İran-Azərbaycanı xalqının həyatında axırıncı bayramıdır. Qara irtica günləri başladı. Müahidənamə pozuldu, xalqa divan tutuldu. Xiyanət və fitnəkarlıq ölkəyə qədəm qoydu. Təbrizin simasını yenə də kədər və qəm bulutları bürüdü. Zindanlar yenə də doldu. Məhbusların ahuzarı ölkəni bürüdü. Yenə də İran və Azərbaycan xalqlarının səadəti üçün çarpışan qəhrəmanlar zindanlara atıldı. Məclisin sədri şəbistləri və əyalət valisi Doktor Cavid həbsə salındılar. Məhəmməd Agahını xatırlayırsınız mı? Bu adamın vücudunda nə qədər enerji və qüvvət var idi. O artıq yoxdur. O güllələnmişdir. General Kəbiri asıldı. Prokuror İbrahim Firudin öldürüldü. O ölümü qəhrəmanlıqla qəbul etdi. Düşmənlər onu astılar. Möhtərəm və fəziliyyət sahibi Qazi Məmməd artıq yoxdur. O zamin götürüldü və dara çəkildi. Kürdistan qoşunlarının başçısı General Məhəmməd Hüseyn xan məhv edildi. Onu da astılar. Ateşin natiq və gözəl insan Azad Vətən də asıldı. Və bir çox başqaları da asıldı, öldürüldü, məhv edildi. Xəyanət və fitnə aləmi bürüyür, xalqın yurduna, yuvasına od vurulub yandırılır. Hər yerdə ölüm, hər yerdə qan. Bunların hamısı Arazın Rotayında, İran-Azərbaycanında baş vermiş və indi də davam etməkdədir.